Sizcə intuisiya sadəcə bir duyğudur? Xeyr. Bu zamanın sərhəd tanımayan əks sədasıdır. Kvant fizikasındakı retro-səbəbiyyət qanunu sübut edir ki, gələcəkdəki hadisələr indiki anı formalaşdırır. Sizin o anlıq içimə damdı dediyiniz hiss, əslində baş vermiş gələcəyin ruhunuzda buraxdığı izdir. Bədəniniz hadisəni 6 saniyə əvvəldən yaşayır, çünki ruh üçün zaman anlayışı yoxdur. Siz əslində gələcəkdə olan bir xatirəni indiki zamanda hiss edirsiniz. Qızıl tövsiyə. Ruhun dili sözlər deyil, bədəndəki vibrasiyalardır. Bir qərar anında içində genişlik hiss edirsənsə, o yol sənin taleyindir. Əgər bədənin sıxılırsa, gələcəkdəki sən artıq o yolda büdrəmisən və indiki sənə dayan deyir. Gələcək sadəcə gəlmir, o artıq səninlə danışır. Pıçıltını eşidirsən?